Bəli, az əvvəl də anonsunu təqdim etdik. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb. Bu barədə ölkə başçısı Macarıstanın Xarici İşlər Nazirini qəbul edərkən bildirmişdi. Bəlli olduğu kimi indiyə qədər sazişin imzalanmamasının səbəbi bəzi məsələlərin hələ də müzakirə mövzusu olaraq qalmağı idi. Azərbaycanın marağı istiqamətində. Yəni, Azərbaycanın razılaşmadığı məqamlar var idi ki, bura ticarət və enerji sektoru daxil idi xüsusilə. Amma ölkə başçısının da qeyd etdiyi kimi mütləq razılıq əldə olunub və qarşıdakı aylarda böyük irəliləyiş gözlənilir. Saziş Azərbaycan iqtisadiyyatına nə vəd edir? Bu istiqamətə müzakirə aparacaq. Bunun üçün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramova bağlanacaq. Vüqar bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, axşamınız xeyir. Vüqar bəy, əslində müəyyən bir vaxtlarla, fasilələrlə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişin imzalaması ilə bağlı müxtəlif fikirlər yayılırdı. Amma prezidentin bugünkü açıqlamasından da aydın olur ki, sazişin imzalanması çox da uzaq tarixdə deyil. İndiyə qədər tərəfdaşlığa dair sazişin imzalanmasının ləngidən amilləri nələr idi? Yəni, hansı məqamların mütləq razılaşdırılması zaman alıb? Təbii ki, Azərbaycan şərq tərəfdaşlıq proqramı üzvü olan ölkə olaraq Avropa Birliyi ilə son illər əməkdaşlığı gücləndirib. Nəzərə alsaq ki, Avropa Birliyi 6 şərq tərəfdaşlıq proqramı üzvü olan ölkə ilə daha sıx əməkdaşlıq qurur və daha sıx əməkdaşlığın həyata keçirilməsi reallaşıb və o ölkələrdən bəziləri, o cümlədən Gürcistan, Ukrayna və Moldova Avropa Birliyi ilə daha sıx, o cümlədən asosiyativ müqaviləyə yaxın anlaşmalar imzalayıb. Azərbaycan Avropa Birliyi ilə müstəqil şəkildə və eyni zamanda şərqi tərəfdaşlıq proqramına üzv olan ölkə ilə birbaşa danışıqlar aparıb və birbaşa danışıqların əsasında xüsusi tərəfdaşlıq sazişinin imzalanması gözlənir. Bir sıra siyasi məsələlərlə bağlı hər hansı bir fikir ayrılığı yox idi. Çünki dəfələrlə möhtərəm cənab prezidentin də qeyd etdiyi kimi Avropa Birliyi Azərbaycanın ərazi müstəqilliyini, bütövlüyünü tanıyır və bu kontekstdə hər hansı bir fikir ayrılığı yox idi və bu danışıqlarda və eyni zamanda ilkin razılaşmada öz əksini tapmışdı. Amma eyni zamanda bir sıra iqtisadi məsələlərdə, o cümlədən kömrüklə bağlı və xarici sərhəddə qaydalarla bağlı məsələlərdə, aviasiya ilə bağlı məsələlərdə müzakirələr davam etdirilirdi və əslində burada həm də digər tərəfdən təbii ki, Azərbaycan üçün daxili bazarın qorunması və daxili bazarın qorunması ilə bağlı daha proteksionist siyasətin hər halda mövcud razılaşmalar çərçivəsində davam etdirilməsi olduqca vacib idi. O baxımdan əslində sazişin imzalanmasının ötən müddətdə hələlik imzalanmaması və ya imzalanmasının müzakirələrin davam etməsi qeyd etdiyimiz kimi daha çox iqtisadi məsələlərlə bağlı idi. Və nəticə etibarı iqtisadi məsələlərdən də son açıqlamalar göstərir ki, tərəflər razılıq əldə edə biliblər. Azərbaycan təbii ki, Avropa Birliyi ilə əməkdaşlıq genişləndirməkdə maraqlı olan ölkələrdəndir və sazişlə bağlı müzakirələrin aparılması da ondan xəbər verirdi ki, Avropa Birliyi Azərbaycan üçün əsas tərəfdaşlardan biridir. Azərbaycan bu tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Amma təbii ki, tərəfdaşlıq çərçivəsində eyni zamanda daxili bazarın və daxili yerli sahibkarların qorunması da əsas məqsədlərdən biri. Çünki Avropa Birliyi böyük bazardır, 500 milyon istehlakçısı olan bir bazardır. Amma eyni zamanda Avropa Birliyi həm də təbii kifayət qədər böyük ixrac potensiali olan bir birlikdir və Azərbaycan yerli sahibkarların bu sazişin imzalanması fonunda müdafiə olunması, qorunması, daxili bazarın qorunması da əsas tərəflərdən biri idi və Azərbaycan üçün də əsas hədəflərdən biri idi və nəticə etibarı bu istiqamətdə də razılıq əldə edilməsi bir də ona xəbər verir ki, tərəflər praktik olaraq həm də iqtisadi məsələlərdə artıq razılıq əldə edilmir. Biz ona xəbər verir ki, biz təbii ki, buna uyğun olaraq yaxın zamanlarda artıq iki tərəf Avropa Birliyi ilə Azərbaycan arasında müstəqil şəkildə əməkdaşlıq sazişinin imzalanmasını müşahidə edə bilərik.
Vüqar bəy, siz də çıxışınızda vurğuladınız ki, yəni burada əsas məsələ iqtisadi sahələrlə bağlıdır və qeyd elədiniz ki, Azərbaycan çalışırdı ki, daxili bazarı qorusun, yerli sahibkarları, yerli istehsalçıları qorusun. Yəni belə bir əgər razılaşma, saziş imzalanarsa, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü kimi görə bilərikmi biz qarşıdakı dönəmdə? Təbii ki, Azərbaycan, əvvələ bir məqam qeyd etmək istədim ki, Avropa ilə Azərbaycan əsas ticarət tərəfdaşıdır. Azərbaycan ümumi bütövlükdə ticarət dövriyyəsinin 40%-dən çoxu Avropa Birliyinin payına düşür. Eyni zamanda Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya, Avropa Birliyinin üzvü olan ölkədir. Bildiyiniz kimi, Azərbaycan-İtaliya arasında təxminən 5 milyard dollarlıq bir xarici ticarət dövriyyəsi var. İkinci yerdə Türkiyədə 4,5 milyard dolları ticarət dövriyyəsinə malik qardaş ölkə ilə. Amma təbii ki, idxalı da nəzərə alsaq, Avropa Birliyi Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir. Və qeyd etdiyiniz məqam Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvlük məsələsi. Bu da təbii ki, müzakirə edilən məsələlərdəndir. Bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi üzvlə təmsil olunur. 1997-ci ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmaqla bağlı müraciət etmişdir. Ötən müddətdə danışıqlar aparır. Bəzi illərdə biz daha intensiv danışıqların aparılmasını müşahidə etmişik. Bəzi illərdə danışıqlar, xüsusən də ki, iki tərəf arasında danışıqlarda müəyyən fasilənin verilməsi də müşahidə olunmuşdur. Amma Azərbaycan praktik olaraq Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları ötən müddətdə davam etdirib. Sözsüz, Ümumdünya Ticarət Təşkilatının üzvlük də xüsusən də Avropa bazarına çıxış imkanları baxımından vacib elementlərdən biridir. Amma təbii ki, burada hər zaman qeyd olunduğu kimi Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvlüyü zamanı Azərbaycanın yenə də öndə qeyd etdiyimiz daxili bazarın qorunması, eləcə də xarici ticarət rejimində Azərbaycanın mövcud daxili bazarın və yerli istehsalçıların qorunması baxımından proteksionist siyasətini davam etdirməsi imkanları da olduqca vacibdir və bu kontekstdən təbii ki, biz gözləyirik ki, Ümumdünya Ticarət Təşkilatının üzvlüyü ilə bağlı müzakirələr postpandemiya dövründə daha da aktivləşəcək. Bildiyiniz kimi, pandemiya dövründə artıq Ümumdünya Ticarət Təşkilatı ilə digər ölkələrin də apardığı müzakirələrdə müəyyən fasilələr var. Eyni zamanda, xüsusən də son illər Amerika Birləşmiş Ştatlarının ÜTT prinsiplərini pozması, Amerika Birləşmiş Ştatlarının Çin və eləcə də Avropa Birliyinə qarşı Ümumdünya Ticarət Təşkilatını razılaşdırmadan tarifləri artırması ÜTT-nin fəaliyyətinə, ÜTT-nin mövqeyinə xeyli dərəcədə təsir göstərmiş. Amma güman olunur ki, artıq Amerika Birləşmiş Ştatlarındakı yeni hökumətdən sonra və Ağ Evdəki dəyişikliklərdən sonra ÜTT-nin qlobal məsələləri təsir imkanlarında artımlar və onun təsir imkanları güclənəcək. Bu kontekstdən təbii ki, Azərbaycan bütövlükdə qlobal ticari sistemə, qlobal iqtisadiyyata inteqrasiyasını davam etdirir və ÜTT ilə danışıqlarında postpandemiya dövründə intensivləşəcəyi gözləniləndir. Bir sualım da olacaq. Çox qısa ona da cavab istəyərdim. Vüqar bəy, siz təbii ki, burada ticarət tərəfinə də nəzər yetirdik və ölkə başçısı keçən il yerli mətbuata müsahibəsində bu məsələni kifayət qədər geniş şəkildə açıqlama veriləndə bildirmişdi ki, xüsusən də mübahisəli yox da müzakirə mərhələsində olan məsələ enerji ixracının qiymətləri ilə bağlı idi. Enerji məhsullarının ixracının qiymətləri ilə bağlı idi ki, həm daxili bazarda qiymətə təsir etməsin, həm də ixracda Azərbaycanın üçün riskli bir qiymət formalaşması. Sizcə bu istiqamətdə hansı razılıq Azərbaycan üçün effektiv ola bilər? Təbii ki, burada ümumiyyətlə Avropa Birliyi subsidiya mexanizminin aradan qaldırılmasının tərəfdarıdır. O cümlədən enerji məhsullarının qiymətinin dünya bazar qiymətinə uyğunlaşdırılmasının tərəfdarıdır və Avropa Birliyinin aparılan danışıqlarda müzakirə edilən məsələlərdən biri enerji, hətta aqrar sektorda subsidiyanın minimumlaşdırılması və xüsusən enerji məhsulları ilə bağlı subsidiya mexanizminin mərhələli şəkildə aradan qaldırılması ilə oldu. Amma nəzərə alsaq ki, enerji məhsullarına subsidiyanın tamamən aradan qaldırılması enerji, o cümlədən yanacaq məhsullarının qiymətlərin daxili bazarda artmasına gətirib çıxara bilər. O baxımdan təbii ki, tərəflər Azərbaycan bir mənalı şəkildə mövcud öz fiskal gəlirləri hesabına subsidiya mexanizmi qorunub saxlanmasında və daxili bazarda bəzi məhsulların xərcinin subsidiya edilməsinin tərəfdarıdır və təbii ki, yəni bu mövqe dəfələrlə rəsmi olaraq bəyan edilmişdir və gözlənilir ki, Azərbaycan mövcud subsidiya mexanizmini
qoruyub saxlayacaq, amma təbii ki, danışıqlarda və eyni zamanda anlaşma imzaladıqdan sonra bu istiqamətdə müzakirələrin davam etməsi gözlənilən də Azərbaycanın bəyan edildiyi kimi mövqeyi ondan ibarətdir ki, Azərbaycan xüsusən də bizim vətəndaşlarımız və istehlakçılarımız üçün əhəmiyyətli olan onların ailə büdcəsinə təsir edən məhsullar üzrə subsidiyanın davam etdirilməsi və xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına kompensasiya edilməsinin tərəfdarıdır.